Müəllimlər və hörmətli abituriyentlər, Gəray Aşurov sınaq 1 sual nömrə 6 ilə videolarımıza davam edirik. Kanalıma abunə olsanız növbəti videolardan da xəbərdar olarsınız. Gəray Aşurovun bütün sınaqlarında olan məsələlərin hamısının izahı YouTube kanalımda olacaq. 6 nömrəli tapşırıqla davam edək. Deyir A-mol CO və A-mol NH4. Burada təbii ki, çapda yəqin ki, səhvlik olub. NH4 müsbət ammonium iyonu olmalı imiş. Burada çapda çox səhv olub. Deyir, donor elementin rabitə yaranmada istifadə etdiyi elektron sayı dəm qazında 12 Na-dır. Birincisi, biz bilməliyik ki, donor akseptor rabitəsindən danışanda CO-da, hidroksonium iyonunda və ammonium iyonunda biz donor akseptor rabitəsindən geniş söhbət açırıq. Burada da donor atomları təyin etməkdən ötürü donor sözündəki hərflərlə yadda qalsın deyə oksigen və azot. Dəm qazında oksigen, hidroksoniumda oksigen, ammoniumda isə azot donor atomdur. İndi bizə burada lazımdır təbii ki, dəm qazı və ammonium iyonu. Dəm qazında yazsaq bunları, rabitələri də yazaq və daha geniş şəkildə izah edeyim. Deməli, burada fərqli rəqəm. Oksigenin elektronlarını başqa rənglə işarələyək. Karbonuncuları isə digər rənglər rəngləyək ki, tam görsənsin ki, burada oksigenin neçə elektronu iştirak edir. Deməli, rabitə yaranmada görürük ki, oksigenin 4 elektronu, baxın, dairəyə aldığım 4 elektronu iştirak edir. Burada da donor atomun deyil. Sadəcə, bu 1 mol üçündür. 1 mol dəm qazında donor atomu, yəni oksigenin rabitə yaranmada 4 elektronu iştirak edir. Yazırıq, 1 mol dəm qazında rabitə yaranmada 4 elektron iştirak edirsə, bəs 12 elektron iştirak edən zaman baxa görə bu neçə mol imiş? Yazırıq bura A mol. Onda biz A-nı buradan tapdıq, 3 mol. Aha. Deməli, biz bildik ki, A 3-dür. Və deməli, bu da 3 olmalı. Çünki ikisi də A moldur. Və burada baxa görək, donor atomun rabitə yaranmada iştirak etdiyi elektronlar nə qədərdir? Bunu da açıq şəkildə yazsaq, bir saniyə, azot, 4 tərəfində hidrogenlər, təbii ki, burada rabitənin biri donor akseptor mexanizmi üzrə yaranıb. Bayaq dediyim kimi, donor sözündəki N, yəni burada azot, bizim donor atomumuzu, yenə də azotun elektronlarını fərqli rənglə işarələsə də digərlərini işarələmirəm, bizə lazım olan azotdur. Deməli, rabitə yaranmada azotun 5 dənə elektronu iştirak etmişdir. 1 mol ammonium iyonunda donor atomu 5 elektronu iştirak edirsə, bəs axı biz A-nı 3 tapmışıq. Bəs 3 mol da nə qədər eləyər? O da Y. Buradan da Y-i tapsaq, 15 cavabını tapmış olarıq. Deməli, burada doğru variant Y variantı olacaq.